Sara Tekstil 1991-ci ildən fəaliyyətdədir. Artıq bizim bu il 35 illik yubileyimizdir. Əsasən qadın ziyafət geyimləridir. Digər məhsullar da olur. Bu yaxınlarda biz ixracatla bağlı işlər görürük. Rusiya bazarında filial açmağı düşünürük. Artıq yeri də bron eləmişik. Sadəcə təmir işləri gedir. Azərbaycanda Sara adı ilə filialımız 4 yerdədir. Bizim böyük bir mağazaların tərkibi hissəsində olan 25 showroomumuz var. Ali təhsili olmayan xanımları burada öyrədib işlətməyi özümüzə bir uğur hesab edirik. İkincisi, Azərbaycana bu vaxta qədər məhsul xaricdən gəlir də idxal olunurdusa, artıq biz yerli fabrika olaraq biz bunu təmin edirik. 25 ildə tekstildə işləyirəm. Dərzi kimi işləmişəm, indi ustabaşı kimi fəaliyyət göstərirəm. Burada bizə dəyər verirlər, şəraitimiz qəşəngdir, müdiriyyətimiz yaxşıdır, vaxtı-vaxtında, əlbəttə ki, əmək haqqımız vaxtı-vaxtında verilir. Sara Tekstil 35 illik bir tarixi var. Biz eyni zamanda Sara Tekstil ile işbirliğimiz var. Biz oranın uçot sistemini kurmuşuz, lojistik brender olarak. Ben Sara Tekstil Azərbaycanın en uğurlu sahibkarlıq fəaliyyətlərindən biri olarak görürəm. Çünkü 300'e yakın hem işçinin, əməkdaşın olması, hem ihracat ayaklarının ortaya çıkması, hem de prezidentimizin gösteriş etmiş olduğu sahibkarlığın daha geniş ərazilərə yayılması ile ilgili Sara Tekstil en önemli nümunələrdən biridir. Keyfiyyət olarak da ben gördüğüm kadarıyla Türkiye məhsullarının da üzerinde bir keyfiyyətə sahiptiler. Sara Tekstil Azərbaycan değil, bölgede de çok bir uğurlu olacağını mən əminəm.